Salam dəyərli dostlar, bu gün dərman bitkilərindən elm adı ilə Adonis aestivalis deyə adlandırılan yay xoruzgülü bitkisi haqqında məlumat verəcəm. Qaymaq çiçəklilər fəsiləsinə aid olan xoruzgülü bitkisi xalq təbabətində spesifik məqsədlərlə istifadə olunan bir illik zəhərli ot bitkisidir. Parlaq qırmızı və ya narıncı çiçəkləri ilə seçilən xoruzgülü bitkisi xarici görünüşünə görə adətən lalə bitkisinə bənzəsə də tərkibində olan güclü bioloji aktiv maddələr səbəbindən həm müalicəvi, həm də təhlükəli xüsusiyyətlərə malikdir. Bitkinin yerüstü hissələrindən əldə edilən cövhərlər tibbdə və xalq təbabətində ciddi nəzarət altında tətbiq olunur. Ürək fəaliyyətini tənzimləyir, sinir sistemini sakitləşdirir, sidik qovucu təsir xüsusiyyətinə malikdir, kapillyarları gücləndirir. Tərkibində olan kardiotonik qlikozidlər sayəsində yüngül ürək çatışmazlığı və xroniki ürək zəifliyi zamanı ürəyin yığılma gücünü artırır. Ürək damar nevrozları, həyəcan, əsəbilik fonunda yaranan taxikardiya zamanı sakitləşdirici təsir göstərir. Həmçinin bədəndə yığılan artıq mayenin ödemlərin xaric edilməsinə də kömək edir. Bu da öz növbəsində ürəyin yükünü azaldır. Bundan başqa yay xoruzgülü bitkisi həmçinin qan dövranını yaxşılaşdıraraq damar divarlarının da elastikliyini dəstəkləyir. Yay xoruzgülü bitkisi zəhərli bitki hesab olunur. Heyvanlar tərəfindən də yeyildikdə ciddi zəhərlənmələrə yol aça bilər. Belə ki, tərkibindəki ürək qlikozidləri bədəndə toplana bilən kumulyativ xüsusiyyətlərə malikdir. Doza həddi aşılarsa ürək ritminin ciddi pozulmasına, ürək bulanmaya və qusmaya səbəb ola bilər. Ona görə ev şəraitində istifadə edilməməlidir. Bitkinin dəmlənməsi, standart çay kimi istifadə etmək qətiyyən tövsiyə olunmur. Yalnız apteklərdə satılan hazır və dozalanmış preparatlar şəklində və həkim məsləhəti ilə qəbul olunur. Beləliklə dostlar, ətrafımızda olan bitkiləri tanımaq və onların faydaları haqqında məlumat əldə etmək üçün səhifəni bəyənməyi və paylaşmağı unutmayın. Sağ olun, sağlıqlı qalın.